Gəldik insan vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Biz qarşıdakı maddələrin bəzilərində şərəf və ləyaqət sözünə rast gələcək terminlə. Amma burada isə sadəcə ləyaqət verilib. Deməli, ləyaqət fərqli anlayışdır, şərəf isə fərqli anlayışdır. Şərəf cəmiyyətin verdiyi dəyərdir, ləyaqət isə insanın özünün özünə verdiyi dəyərdir, doğuşdan gəlir. Məsələn, alicənablıq, doğruluq, bunlar şərəfdir, amma ləyaqət nədir? Özünün özünə verdiyi hörmət. Deyir, hər kəsin doğulduğu andan. Baxın dostlar, bəzi maddələrdə hər kəs keçəcək, bəzi yerlərdə vətəndaş keçir. Bəs fərqləri nədir? Hər kəs odur ki, orada əcnəbi də var, orada vətəndaşlığı olmayan da var, vətəndaş da var. Amma bəzi maddələr isə sırf vətəndaşlara aid məsələdir. Burada isə hər kəs verib. Deməli, yalnız vətəndaş yox, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə də aid olunur. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz. Toxunulmaz nə deməkdir? Məsələn, deyirik, toxunulmaz fond deyirsiniz də, yəni vaxtı çatana qədər dəymirsən. Pozulmaz nə deməkdir? Məsələn, sabit qədəm deyirik də ona. Toxunulmaz, pozulmaz. Yəni cinayət və ya digər hansısa bir təsirlərlə heç kəs təsir eləyə bilməz. Yox, təsir və ya təzyiq olarsa da dövlət onun qarşısını almış olur və ya məsuliyyət tədbirləri tətbiq eləmiş olur. Ayrılmaz nədir? Ayrılmaz isə bunu insandan ayıra bilmərik. Yəni doğuşdan onunla gəlir. Məsələn, deyirik, ayrılmaz bacı qardaş. Yəni bunlar bir yerdədirlər ancaq. Ayrılmaz hüquqları və azadlıqları var. Demək ki, baxın, hüquq fərqli anlayışdır. Azadlıq isə tam fərqli anlayışdır. Hüquq haqq sözündən gəlir ərəbcədə, daha geniş anlayışdır. Dövlətin tətbiq etdiyi cəmiyyəti idarə etməkdən ötürü olan standartlardır, belə deyək. Amma azadlıq isə sənin şəxsi seçimindir, fərdi seçimindir. Bunun ancaq son həddi müəyyənləşə bilər. Sənin azadlığın başqasının hüququnu pozmasın. Azadlıq nə zaman ki, qanunun himayəsinə keçəcək, o zaman olmuş olacaq hüquq. 5 dənə konstitusiyada azadlığımız var, qarşıda oxumuş olacaq buranın. Ayrılmaz hüquqları və azadlıqları var. Deyir, hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Məsuliyyət nədir? Məsuliyyət, məsələn, imtahanın çətinliyi sizin daha da məsuliyyətli eləyir və ya tutaq ki, xəstənin ağırlığı, xəstəliyin ağırlığı həkimi daha da təşviq eləyir ki, daha çox can yandırsın və ya daha çox diqqət eləsin. Vəzifə isə açıq-aydın görəcəyi işlər. İndi deyir, hüquqlardan sui-istifadəyə yol verilmir. Məsələn, nə ola bilər? Mənim hansısa bir dövlət orqanına qaynar xəttinə zəng eləmək, 102 xidmətinə zəng eləmək mənim hüququmdur. Amma xəttdən asılı qalım, axşama kimi bir, nə bilim, 100 dəfə zəng eləyim boşu-boşuna, o zaman nə olmuş olur? Hüququmdur, amma sui-istifadə eləmiş oluram.